Elhamdülillahi Rabbil alemin. Elhamdülillahi'llezî hedâna lil-îmân ve allemenel beyan. Eşhedü en la ilahe illallah vahdehu la şerîke leh. Ya'lemu khâinetul a'yun ve mâ tuhfi's sudur ve eşhedü enne Muhammeden abduhu ve resûluh sallallahu aleyhi ve alâ âlihi ve sahbihi ve selleme teslimen kethîran. Emme ba'du fe usîkum bi tekvallah ve hiye vasiyyetullahi lil-evvelîne vel-âhirîn. Ve lekad vassînellezîne utul kitâbe min qablikum ve iyyâkum en ittekullah. Əziz dəyərli qardaşlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlkilərə etdiyi bir nəsihətidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və bir şey bilmək lazımdır ki, hansı ki onda şək yoxdur, şübhə yoxdur. Haqqa qayıtmaq batildə ləngiməkdən, batildə israr etməkdən daha xeyirlidir. Çünki batildə israr eləmək, xüsusən də batil sənə bəyan ediləndən sonra, batil sənə açıqlanandan sonra, batildə israr etmək dəlildir rüsvayçılığın, dəlildir rəzalətin və sanki özün özüvə hilə qurmusan, özün özüvə məkr etmisən. Ona görə İmam İbn Qayyim rahimehullah Fəvaid kitabında zikr edir, deyir ki, rəzalətin özü odur ki, Allah Teala səni özüvə həvalə eləsin. Səni başlı başına tərk etsin. Və ən əzəmətli xilas, ən əzəmətli nicat insan üçün, hansı ki onun qəlbini islah edir, haqq onun üçün meyar olsun. Və haqqın meyarı onun üçün nəfsinin havası yox, əksinə haqqa tabiçilik olsun. Ona görə fikir versə, Rəbbimiz deyir ki, فَلَا تُزَكُّ أَنْفُسَكُمْ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَى. Öz nəfsinizi təmizə çıxarmayın, o daha yaxşı bilir kimdir Allahdan qorxan, kimdir təqvalı. Bəlil insanu alə nəfsihi basira. Əksinə, insan özünü yaxşı tanıyır, öz nəfsini yaxşı tanıyandır, biləndir. Və lə təttəbiül həvə fəyudillikə ən səbilillah. Öz havana tabi olma ki, o səni Allahın yolundan azdırar. Və insanın batildə israr eləməsinin, batildə ləngiməsinin səbəbləri var. Xüsusən də batil ona bəyan ediləndən sonra, əgər batildə ləngiyirsə, onun səbəbləri var və səbəbləri də çoxdur. Ən başlıca iki səbəbə toxunacağıq. Görəcəksən ki, insan necə batildə israr edə bilər. Ən birinci səbəb insanın batildə israr eləməsinin şöhrətpərəstliyidir. Hakimiyyət sevgisidir. Öndə olma sevgisidir. Ona görə deyiblər ki, alimlər, şöhrətpərəstlik, öndə olma sevgisi bu gizli bir bəladır. Hansı ki, qəlbə daxil olur, qəlbi boş qoymur, qəlbi fəsad eləyir. Qəlbdə olan ixlası dağıdır ən başlıca. Və sahibini elə edir ki, sahibi haqqı rədd edir. Haqqı rədd edir, yəni o demək deyil ki, o haqqı bilmir, yox. Əksinə, haqqı bilir və bilə-bilə rədd edir. Niyə? Qorxur ki, o yer, o məqam hansı ki, onu tutub, kimsə onu ondan ala bilər. Haqqı bildiyi üçün, o məqamından qorxduğu üçün haqqı rədd eləyir, haqqı bilə-bilə. Ona görə Əlləmə Əş-Şatibi rahimehullah E'tisam kitabında deyir ki, salihlərin qəlbindən ən son çıxan bəla şöhrətpərəstlikdir. Şöhrətpərəstlik sevgisidir, öndə olma sevgisidir, hakimiyyət sevgisidir. Ona görə İbrahim İbn Ədhəm deyərdi ki, şöhrəti sevəni Allah-u Teala təsdiqləməz. Və gəlib Hafız Zəhəbidən şərh edərkən bu sözü deyir ki, ixlaslı olanın əlaməti odur ki, yəni insan əgər ixlaslıdırsa, lakin həmçinin şöhrəti sevirsə, onun ixlaslı olmağın əlaməti odur ki, ona xətası deyildikdə, bəyan edildikdə,
ona tənbih edildikdə ki, sənin etdiyin bu şöhrətpərəstlik, ixlasdan heç bir rolu yoxdur sənin üçün, ixlasdan heç bir adiyyatı yoxdur. O öz nəfsinə bəraət qazandırmaz, əgər ixlaslıdırsa. Çünki ola bilər şöhrəti sevsin, lakin hiss eləməsin. Lakin ona görə danlandıqda etiraf eləsin xətasını, nəfsinə bəraət qazandırmasın. Əksinə, desin ki, Allah rəhm etsin eyblərimi mənə göstərəni. Lakin nəfsi ilə fərəhlənən, nəfsi ilə öyünən, hansı ki, ola bilsin ki, nəfsi şöhrəti sevsin, özü heç hiss eləməsin. Və hiss eləməsin ki, hiss eləmir. O bəlaya düşən, hansı ki, sağalmaz bir bəladır, uzun sürən bir xəstəlikdir. O insan isə ixlas onda yoxdur. Əgər öz nəfsi ilə fərəhlənirsə, təəccüblənirsə, heyrətə gətirirsə nəfsi onu. Ona görə Əbu Nəim rahimehullah deyirdi ki, vallahi həlak edənləri həlak etmə səbəbi yalnız hakimiyyət sevgisi olub, şöhrətpərəstlik sevgisi olub, öndə olma sevgisi olub. Ona görə kim bu mövzuda öz nəfsi üçün qorxursa, 2 dənə dərman daima ondan tutunmalıdır. Ən birinci bilməlidir ki, Allah Taala'nın nəzarətindədir daima. Allah Taala'nın nəzarətindən kənar çıxmır. Allah Taala tanıyır onu, görür onu, bilir nəfsində nə var. İkinci də nəfsini hesaba çəkməlidir. Nəfsini hesaba çəkməkdən çəkinməməlidir. Əksinə, baxmalıdır nəfsinə, nəfsinin istəyinə, payına, dediyi sözlərinə, etdiyi əməllərinə. Və ikinci səbəb hansı ki, insanı vadar edir batildə ləngiməyə, batildə israr eləməyə, təkəbbürlük. Təkəbbürlük, haqqı qəbul etməmək, əksinə rədd etmək. Haqqı qəbul etməkdən imtina etmək. Ona görə ən əzəmətli səbəblərdən biri hansı ki, insanı sabit saxlayır batil üzərində. Bəli, batil üzərində təkəbbürlükdür. Əgər təkəbbürlük varsa, təkəbbürlük ona mane olur etiraf etməyə xətasını. Çünki elə zənn edir ki, xətasını etiraf etsə məğlub olacaq. Və haqqa qayıtmağı özü üçün naqislik bilir. Və bilir ki, əksinə o bilmir ki, haqqa qayıtmaq onun üçün yüksəlişdir, alçalmaq yox. Və gəlib səhih rəvayətlərdə ki, təkəbbürlük haqda və təkəbbürlər haqda Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, təkəbbürlük bətarul haqq və qamtun nəs. Təkəbbürlük haqqı inkar eləməkdir, rədd etməkdir və insanlara alçatmaqdır. Yəni, haqqı qəbul eləməməkdir. Haqdan imtina etməkdir. İnsanları özündən aşağı görməkdir. Ona görə İmam Sufyan ibn Üyeynə rahimehullah deyir ki, ağıl sahibi o kəs deyil ki, xeyri bilir, şəri bilir. Ağıl sahibi o kəsdir ki, xeyri bilir, ona tabi olur. Yəni, haqqı bilir, tabi olur. Şəri bilir, ondan çəkinir. Ona görə alimlər bəyan edəndə xoşbəxtliyin əlamətlərini deyirdilər ki, qul nə qədər elmi artsa, bir o qədər təvəzzükarlığı artmalıdır. Və qulun elmi artdıqca Allah qorxusu da artmalıdır. Lakin bədbəxtçiliyin əlaməti odur ki, qul elmi artır, lakin təkəbbürlənir. Qul şərəfi, vəzifəsi, şanı, şöhrəti artır, lakin özü ilə öyünməyi, fərəhlənməyi artır. Əbu Dərdə radiyallahu anhu deyərdi ki, cahilin əlaməti 3-dür. Ən birinci, nəfsi ilə fərəhlənməsi, yəni nəfsi ilə öyünməsi, lovğalanması. İkinci, ona aid olmayanı danışması. Üçüncü də ona qadağan edilsin, lakin o etsin. Ona qadağan edilir ki, bunu etmə, lakin o yenə edir. Və Əli ibn Əbi Talib radiyallahu anhu deyərdi ki, öz nəfsinlə təəccüblənmək ağılların bəlasıdır. Və gəlib başqa sələflərdən ki, kişinin öz nəfsi ilə fərəhlənməsi, təəccüblənməsi, lovğalanması onun ağlının zəifliyidir. Ona görə öz nəfsi ilə təəccüblənən yalnız şöhrətpərəst ola bilər. Və kişi bilməlidir daiman ki, və dərk eləməlidir tam olaraq ki, Allah Taala hər bir şeyi görür. Hər bir əməlini, hər bir sözünü, bilir gözlərin xəyanətini, bilir sinələrdə gizlənəni və qəlblər Rəhmanın barmaqları arasındadır, istədiyi kimi çevirir. Ona görə gəlib İbn Əbi Hətimlə, isnadı ilə
rəvayət edir Həsən radiyallahu anhudan, deyir ki, insan qəlbi şiddətli küləkdə uçan lələkdən daha tez uçur. Şiddətli küləkdə uçan lələk necə sürətlə külək onu aparırsa, insan qəlbi də elə uçandır. Yəni tez çevriləndir. Nə qədər insan var ki, haqqı görür, sonra nəfsi ona qalib gəlir, haqqı qəbul edə bilmir. Və nə qədər sadiq qul var, hansı ki Allahla səmimidir, sadiqdir, Allah Teala onu fitnələrdən qoruyub, fitnələrə qarşı ona kömək olub. Ona görə insan əgər istəyirsə batildən xilas olmağa, batildə israr etməkdən xilas olmağa ən birinci səmimi, sadiqcə Allaha yönəlməlidir. Və dua eləməlidir, Allah Teala'dan istəməlidir. Necə ki, gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmlə sabit dualardan deyərdi ki, Allahümmə ərinə haqqə haqqə varzuqnə ittibə. Allahım bizi haqqı haqq olaraq göstər, bizi ona tabi olan et. Və ərinə batilə batilən varzuqnə iştinəbə. Bizə batili batil olaraq göstər, bizi ondan çəkindirənlərdən et. Və nəsihəti qəbul edəni olmalıdır və qəzəblənməməlidir ona nəsihət edəni. Əksinə, şöhrətpərəstliklə bağlı nə varsa, hər bir o bağı kəsib, qırıb atmalıdır. Qəmi, kədəri olmamalıdır ki, birdən məğlub olaram, məğlub edilərəm və ya mədh edilərəm, təriflənərəm. Qəmi, qüssəsi olmalıdır ki, mən Allah Teala'nı dediyim sözlə, etdiyim əməllə razı sala biləcəm, yoxsa yox. Və qayıtmalıdır, elmi qayıtmalıdır, elə belə qayıtmalıdır, yox. Cahilcəsinə dönüş etməməlidir, elmlə dönüş etməlidir, etiraf etməlidir xatasını, islah etməlidir, nəyi dağıdıbsa, nəyi xarab edibsə, haqlar varsa, haqları qaytarmalıdır sahibinə. Ona görə Allahdan qorxun və bilin ki, ən əzəmətli müvəffəqiyyət Allah Teala sənin nəfsivə verdiyi insafdır. O insaf hansı ki, səni haqqı sevməyə vadar edir və sənə mane olur nəfsivin havasına uymağa və kim müvəffəq olubsa, haqqa qayıtmağa böyük bir uğura çatıb, böyük bir zəfərə çatıb, böyük bir qazanc əldə edib və kim ki batildə israr edirsə, xüsusən də batil ona bəyan olandan sonra bilsin ki, özünü elə bir zülmətə, elə bir qaranlığa ərz edib ki, o qaranlığın necəliyini Allahdan başqa heç kim bilmir. Allahdan da eləyirəm ki, Allah Teala bizi haqq üzərində sabit etsin, bizə haqqı haqq olaraq göstərib ona tabi olanlardan etsin, bizə batili batil olaraq göstərib ondan uzaq olanlardan etsin, sonluğumuzu xeyr etsin və bizə hidayət verdikdən sonra onu əlimizdən almasın, qəlblərimizi təmizləsin təkəbbürlükdən, riyadan, eşitdirməkdən, əməllərimizi xalis onun üçün etsin və müsəlmanlara kömək olsun, əhvalını düzəlsin, harada zəif müsəlmanlar varsa onlara kömək olsun, aclarını doyursun, susuzlarını doyursun, kimin evi yoxdursa Allah Teala onlara sığınacaqlarını versin, isti şəraitdə yaşamlarını təmin etsin, ölkəmizi digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləmə təslimə kəthira.